Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə DIM test topsu 2-ci hissə 2025-ci il funksiyalar və qrafiklər bölməsinin ilk mövzusunun izahını verəcəm. Başlayaq birinci testdən. Y bərabərdir 3-1 x minus 20 funksiyasının sıfırlarını tapın. Funksiyanın sıfırını tapmaq üçün funksiyanın qiymətini sıfıra bərabər etməliyik. Funksiya 3-1 x minus 20 funksiyasıdır. Bunu sıfıra bərabər eləyirəm. 3-1 x bərabər olur müsbət 20-yə. X də bərabər olur. Hər tərəfi 3-1-ə bölsəm, x eləyəcək 60. Cavab C variantıdır. İkinci sualda funksiyanın sıfırını istəyir. Bu funksiya sabit funksiyadır və sabit funksiyanın da sıfırı yoxdur. Cavab olur D variantı. Üçüncü sualda funksiyasının qrafiki D9 mənfi 3 nöqtəsindən keçirsə K-nı tapın deyir. Bu funksiya tərs mütənasib asılılığın düsturudur. K bölünsün x-dir. K burada bucaq əmsaldır. Koordinatları verib 9 mənfi 3-1. X-in yerinə 9 qoyacam. Y-in yerinə mənfi 3-1 qoyub K-nı hesablayacam. K bölək 9 bərabərdir mənfi 3-1-ə. Çarpaz vursam mənfi 3K bərabərdir müsbət 9-a. K da bərabər olur mənfi 3-ə. Cavab olur A variantı. Dördüncü sualda deyir ki, funksiyasının qrafiki B mənfi 25 5-1 nöqtəsindən keçirsə K-nı tapın. Y bərabərdir K bölək x funksiyasıdır yenə. X-in yerinə mənfi 25 qoyacam. K bölək mənfi 25 bərabərdir müsbət 5-1-ə. Çarpaz vursam, müsbət 5K bərabərdir mənfi 25. K da bərabərdir mənfi 5-ə. Cavab olur B variantı. Beşinci sual. K-nın hansı qiymətində funksiyasının qrafiki A mənfi 3 mənfi 7-dən keçir. X-in yerinə mənfi 3 qoyacam. Y-in yerinə mənfi 7 qoyacam. Mənfi 7 bərabərdir K minus 2 bölünsün mənfi 3. Çarpaz vursam K minus 2 bərabərdir mənfi 7-ni mənfi 3-ə vuranda müsbət 21. K da bərabər olacaq 23-ə. D variantı eləyir cavab. 6-da xətti funksiyasının qrafiki. Xətti funksiyanın qrafikini yazıram. Düsturlu olur Kx plus B şəklində. Funksiyanın bucaq əmsalı, yəni K-sı mənfi 0,4-dür. Funksiya isə mənfi 2,5 müsbət 2,6 nöqtəsindən keçirsə, onun tənliyini yazın. Demək, funksiyanın tənliyi olur y bərabərdir mənfi 0,4x üzərinə gəlsin B formasında. Funksiyanın təpə nöqtələri mənfi 2,5 2,6-dır. X-in yerinə mənfi 2,5 yazıram. 0,4 vurulsun mənfi 2,5 üzərinə gəlinsin B bərabər olur müsbət 2,6-ya. 2,5-i 0,4-ə vuranda burada eləyəcək müsbət 1 üzərinə gəlsin B bərabərdir 2,6-ya. B də bərabər olacaq 1,6. Funksiyanın qrafiki olacaq y bərabərdir mənfi 0,4x üzərinə gəlsin 1,6. Cavab olur C variantı. 7-ci sualda deyir ki, funksiyalardan hansı xətti funksiyadır? Xətti funksiyanın düsturu y bərabərdir Kx plus B şəklində olan funksiyaya deyilir. Birinci variantda A variantında y bərabərdir 1 bölək x-dir. 1 bölək x tərs mütənasib asılılıqdır. A variantı olmaz. Eyni zamanda B variantında da həmçinin. C variantında x kvadrat minus 1 bölək x-dir. Bu da xətti funksiya deyil. Y variantı da həmçinin xətti deyil. D variantı da deyil. Y variantına baxaq. Y variantında bu xətti funksiyanın qrafikidir. Y bərabərdir x bölünsün 5 plus 3-1. Buradan funksiyanın K-sı müsbət 5-1, B-si isə 3-1-dir. Cavab olur 7-də Y variantı. 8-ci sualda qrafikə görə xətti asılılığı müəyyən edin. 8-ci sualda funksiyanın düsturu koordinat başlanğıcından keçən funksiyadır, yəni düz mütənasib asılılıqdır. O da y bərabərdir Kx funksiyasıdır. Burada K bərabər olur tangens alfaya. Bir də f törəmə x-ə bərabər olur. Bunu törəmə mövzusunu daha yaxşı öyrənəcəyik. Burada funksiyada alfa 60 dərəcədir.
Onda K olacaq tangens 60 dərəcə. Tangens 60-da da kök altında 3 qiymətini alır. O zaman funksiya olacaq y bərabərdir. K-nın yerinə kökdə 3 qoyacağım. Kökdə 3 x formasında. Cavab olacaq Y variantı. 9-cu sualda da həmçinin funksiya düz mütənasib asılılığın qrafikidir. Y bərabərdir. Kx funksiyasıdır. Yenə qeyd edirəm. K tangens alfaya bərabərdir. O da həmçinin f' bərabərdir. Yəni törəməyə. Burada alfa 120 dərəcədir. Yəni olacaq K bərabərdir tangens 120. Tangens 120-ni çevirmə düsturuna görə yazsam, tangens 90 plus 30 şəklində yazacağam. 90 dərəcədə ad dəyişir, olur kotangens 30 dərəcə. 90 plus 30 120 dərəcə ikinci rübdür. Tangens ikinci rübdən mənfi alır, olur mənfi kotangens 30 dərəcə. Kotangens 30-da alır kökdə 3. Qarşıda mənfi işarəsində yazıram. Olur mənfi kökdə 3. Deməli, funksiyanın qrafiki olacaq. Y bərabərdir mənfi kökdə 3 x şəklində. Yəni cavab C variantı. 10-cu sualda kx plus b xətti funksiyasının qrafiki verilib. Grafikə görə k və b-nin işarəsini təyin etmək lazımdır. Yadda saxlayaq ki, grafikdə əgər k sıfırdan böyükdürsə, birinci, üçüncü rüblərdə olur. Əgər k sıfırdan kiçikdirsə, funksiyanın qrafiki ikinci, dördüncü rüblərdən keçir və bizim funksiyamızın düsturunda y bərabərdir kx plus b-də b funksiyanın ordinat oxu ilə kəsişmə nöqtəsidir. İndi fikir versək 10-cu sualda bu funksiyanın qrafiki ordinat oxu ilə x-dan aşağıda kəsişib, yəni mənfi hissədə. Ona görə b sıfırdan kiçik olacaq. Və bu funksiyanın qrafiki birinci rübdə başlayır, üçüncü rübdə bitir. Ona görə də funksiyanın qrafiki birinci və üçüncü rübdən keçisinə görə k-sı da sıfırdan böyük olacaq. Demək, k-sı sıfırdan böyükdür, amma b-si sıfırdan kiçikdir. O da olur B variantı. Sonra baxaq 11-ci suala. 11-ci sualda yenə k və b-nin işarəsini istəyir. Qeyd elədim ki, b funksiyanın ordinat oxu ilə kəsişmə nöqtəsidir. Qrafikə baxsaq, funksiya ordinat oxu ilə x-dan yuxarıda, yəni müsbət hissədə kəsişib. Ona görə b sıfırdan böyükdür. Funksiyanın k-sına baxaq. Funksiyanın qrafiki ikinci rübdə başlayır, dördüncü rübdə bitir. Yəni 2 və dördüncü rübdən keçən funksiyadır. Ona görə 2 və dördüncü rübdən keçdiyinə görə funksiyanın k-sı mənfidir. Yəni sıfırdan kiçikdir. O da uyğun gəlir k sıfırdan kiçik, b sıfırdan böyük, yəni D variantına. 12-ci sualda k plus b cəmini istəyir. Burada b 5-dir, çünki yenə də qeyd edirəm, b ordinat oxu ilə kəsişmə nöqtəsidir. B-yə deyirəm 5. Funksiyanın düsturu olur kx plus 5 şəklində. Funksiyada ilk öncə x-a 0 verib y-i tapacam. Daha sonra y-ə 0 verib x-i tapacam. Deməli, x-a 0 verəndə y bərabər olur müsbət 5-ə. Amma y-ə 0 verəndə demək, x də mənfi 5 olanda y də 0-a bərabər olur. Yerinə yazsam, mənfi 5k üzərinə gəlinsin 5 bərabərdir 0-a. Buradan k da bərabər olacaq. Mənfi 5k bərabər olur mənfi 5-ə. K da bərabər olur müsbət 1-ə. K plus b-nin cəmini istəyirdi. B 5-dir, k da 1-dir. 1-in üzərinə 5 gələndə cavab eləyəcək 6. Yəni A variantı. 13-cü sual. 13-cü sualda düz xətti üzərində absisi ordinatına bərabər. Absisi ordinatına bərabər o deməkdir ki, x bərabərdir y-ə. Funksiyada ya x-in yerinə y yazacağam, ya da y-in yerinə x yazacağam. Y-lərin yerinə x yazsam, olacaq x bərabərdir 5-də 3 x, üzərinə gəlinsin 4. Məlumlar bir tərəfə, məchullar bir tərəfə yazsam, x-dan 5-də 3 x-i çıxanda edəcək 5-də 2x bərabərdir 4. Çarpaz vursam, 2x bərabərdir 20-yə, x də bərabərdir 10-a. Deməli, x 10-dursa, y də 10 olacaq və bizdən funksiyanın nöqtələri, koordinatları cəmini istəyir.
X ilə y toplasam 10 plus 10 cavab edir 20. C variantı. 14-cü sualda yenə apsisi ordinatına bərabər olan nöqtə. Yəni x bərabərdir y. Y-in yerinə x qoysam, x bərabərdir 4-də 3, x plus 2. X-dan 4-də 3 x-i çıxsam, edəcək 4-də 1 x bərabərdir 2-yə. Çarpaz vurursam, x-da 8. X 8-dirsə, y də bərabər olur 8-ə. Nöqtənin koordinatları cəmini tapsam, 8 plus 8 edəcək 16. Cavab oldu D variantı. 15-ci sualda deyir, funksiyaya uyğundur. Bu funksiya y bərabərdir k bölək x funksiyasının qrafikidir. Birinci, üçüncü rüblərdən keçir. Ona görə funksiyanın k-sı müsbətdir. O da edir y bərabərdir 1 bölək x funksiyası, yəni B variantı. 16-cı sualda k və b-nin işarəsini təyin etmək soruşulur. Y bərabərdir k bölək x funksiyasıdır. Burada əgər k sıfırdan böyükdürsə, funksiya birinci, üçüncü rüblərdən keçir. Birinci, üçüncü rüb. Amma k sıfırdan kiçikdirsə, funksiyanın qrafiki ikinci və dördüncü rüblərdən keçir. İndi burada k bölək x. Burada k-ların işarələri sıfırdan böyük olacaq. Çünki funksiyalar k bölək x-lar birinci, üçüncü rüblərdən keçir. Amma b-nin işarəsi mənfi olacaq. Çünki b bölək x funksiyasında b bölək x funksiyasının qrafiki 2 və 4-cü rüblərdədir. Ona görə b mənfidir, k müsbətdir. O da C variantıdır. 17-ci sualda k və b-nin işarəsini müəyyən edin yazılıb. 17-ci sualda həm b bölək x funksiyası, həm də k bölək x funksiyası ikinci və dördüncü rüblərdən keçir. Yəni, bunun həm k-sı mənfidir, həm də b-si mənfidir. O da eləyir A variantı. 18-ci sualda A da sıfırdan kiçikdir, B də sıfırdan kiçikdir, amma B-nin modulu A-nın modulundan böyükdür. Hər ikisi A bölək x, AX, BX-dir. Yəni, koordinat başlanğıcından keçən xətti funksiyadır. Bu sualda funksiyanın qrafiki qısaca kx şəklindədir. Çünki düz mütənasib asıllıq kx-dir. Və burada həm A mənfidir, həm də B mənfidir. Yəni, funksiyanın k-ları mənfi olduğuna görə funksiyanın qrafiki ikinci və dördüncü rüblərdə olmalıdır. Ona görə burada A variantı, D variantı, həmçinin B variantı ola bilməz. Ya C variantıdır, ya da Y variantıdır. Təyin eləmək üçün bizə lazımdır modulda A-nın modulda B-dən kiçik olması. Bu şərtə görə baxarıq. Modulda A demək kiçikdir modulda B-dən. B-nin modulu A-nın modulundan daha böyük olduğuna görə B Y-ona daha yaxın yerləşir. Ona görə də cavab olacaq Y variantı. 19-cu sualda sabit funksiyası üçün f1, f3, f9 mənfi 27-yə bərabərdir, f64-ü istəyir. Sabit funksiya o deməkdir ki, sabit funksiyanın ümumi şəkli y bərabərdir c şəklindədir. Sabit funksiyanın qrafiki x oxuna paralel bir düz xəttdir. Bu formada bu olur, sabit funksiyanın qrafiki y bərabərdir c. Deməli, sabit funksiya o deməkdir ki, arqumentin istənilən qiymətində funksiyanın qiyməti dəyişmir. Yəni, burada x tutaq ki, bu olsun 4, y bərabərdir 4-dür. Funksiyanın qiyməti 4 olanda x istəyir 1 olsun, istəyir 2 olsun, istəyir 3 olsun, istəyir mənfi 4 olsun. Qiymət neçə olacaq? 1 olanda da 4 olur, 2 olanda da 4 olur, 3 olanda da 4 olur, mənfi 4 olanda da 4 olacaq. Yəni, qısaca, funksiyanın qiyməti arqumentdən asılı deyil. Yəni, istəyir x 1, 2, 3, 4, 5, 6, 7, sonsuzluğa qədər bütün müsbət mənfi ədədləri alsın. Funksiyanın qiyməti yenə sabit olacaq, yəni dəyişməyəcək. Yəni, f1, f3, f9 x-in qiymətləri 1 olanda, 3 olanda, 9 olanda funksiyanın qiyməti yenə dəyişməyəcək. Yəni, f1 bərabər olacaq f3-ə, o bərabər olacaq f9-a, həmçinin f64-ə də bərabər olur. Bərabərdir f64. Biz bunları bilmədiyimizə görə f64-də bir x deyirik. Onda olacaq f1 x-dir, f3 x-dir, f9 x-dir. Bərabər olur mənfi 27-yə.
X'in kubu bərabərdir -27. X də bərabər olacaq -3-ə. F64-də də biz x demişdik. Cavab olur -3 C variantı. 20-ci sualda sabit funksiyadır deyir. Sabit funksiyanın şəkli y bərabərdir S formasındadır. Deməli, y bərabərdir S formasında olması üçün burada x kvadratı ilə x-lar olmamalıdır. Olmaması üçün də mən A-3-ü bərabər eləyəcəm 0-a. A bərabər olacaq 3-ə. B-4-ü bərabər eləyəcəm 0-a. B də bərabər olacaq -4-ə. A və B-ni funksiyada yerinə yazsam, fx bərabər olacaq 2 vurulsun 3, üzərinə gəlsin 3 vurulsun 4-ə. O da eləyir 6-ın üzərinə 12 gələndə 18. Bizdən istəyir f a plus b-ni, yəni 3 plus 4 7-ni. Sabit funksiya olduğuna görə x-in yerinə istənilən qiyməti qoyuramsa qoyun, fərqi yoxdur. Funksiyanın qiyməti 18-ə bərabər olacaq. Yəni B variantı. 21-ci sual. X 5-dən fərqlidir. Fx bərabərdir kx plus 5 bölünsün 5x minus 25. Sabit funksiya olarsa k plus f2-nin cəmini tapın. Deməli, ilk öncə buradan p-ni tapaq. K-nı tapaq. Bunun hazır qayda formasında yazsam, qaydasını qeyd edirəm. Əgər bizim funksiyamız fx bərabərdir ax plus b bölünsün cx plus d formasındadırsa, sabit funksiyadırsa, a bölünsün c bərabərdir b bölünsün d şərti ödənir. Bunu qeyd eləyək. İndi bu qaydanı tətbiq eləsəm, k bölünsün 5 bərabər olmalıdır 5 bölünsün -25-ə. K da bərabər olacaq -1-ə. K -1 isə qiymətini yerinə yazaram. Fx bərabər olacaq -x plus 5 bölək 5x minus 25-ə. Bizdən f2-ni tapmaq da lazımdır. F2-ni tapanda funksiyada x-in yerinə 2 qoyacam. -2 üzərinə gəlsin 5. 5 vurulsun 2 çıxılsın 25. Bu da eləyəcək 5-dən 2-ni çıxsam 3 qalacaq surətdə. Ondan da 25 çıxsam -15. Bu da eləyəcək -5-də 1. -0,2. K plus f2-nin cəmi k -1-dir. Üzərinə gəlsin -0,2. -1,2. Cavab D variantıdır. 22-ci sualda y bərabərdir 3x minus 7, 5x minus 13. Düz xətlərinin kəsişmə nöqtəsinin koordinatları hasilini tap. Düz xətlərinin kəsişmə nöqtəsi dediyinə görə bu iki funksiyanı bir-birinə bərabər edəcəm. Bərabərdir 5x minus 13-ə. X-lar bir tərəfə yazsam, 5x-dan 3x çıxanda 2x, 13-dən 7 çıxanda 6. X bərabər olacaq 3-ə. İstənilən iki funksiyadan x-indən birində x-in yerinə 3 qoyub y-in qiymətini tapacağam. Burada qoysam y bərabərdir 3x çıxılsın 7-də. 3 vurulsun 3 çıxılsın 7. 9-dan 7-ni çıxanda x edəcək 2. Məndən də koordinatlar hasilini, yəni x vur y istəyir. X 3-dür, y 2-dir. 3-ü 2-yə vuranda cavab eləyir 6. 23-cü sualda iki şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyalarının qrafikləri verilmişdir. Neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. Fx və gx funksiyalarına baxsaq, hər bir koordinat başlanğıcından keçən y bərabərdir kx funksiyasıdır qrafikləri. Demək, x 20 olanda funksiyanın y 18 olur. Onda k-nı tapsam, k bərabər olacaq buradan y bölünsün x-a. Y-in yerinə 18 qoyanda x da 20-dir. Eləyir 20 bölək 18. Bu da 0,9-dur. Funksiyanın qrafiki onda olacaq. Y bərabərdir 0,9 x formasında. Daha sonra ikinci bu fx funksiyasındaydı. İkinci gx funksiyasına görə baxsaq, bu da eləyəcək. Yenə y bərabərdir kx funksiyasıdır.
K bərabər olacaq yenə y bölünsün x-a. Bunu da gx funksiyasına görə yazıram. X-in qiyməti 30 olanda y 15 eləyir. Bu da eləyir 1 bölünsün 2, yəni 0,5. Funksiyanın qrafiki olur, y bərabərdir 0,5 x formasında. Bizə də deyir ki, ümumi səhifələrin sayı 210 olar. Onun üçün mən bu funksiyaların qrafiklərini toplasam, yəni 0,9x ilə 0,5x-i toplasam, bərabər olacaq ümumi kitabın səhifələrinin sayına. O da yəni 210-a. 1,4x bərabər olur 210-a. X-i tapanda 210-u bölməliyəm 1,4. X də bərabər olacaq 150-yə. Cavab olur 150 dəqiqə. 24-cü sual. 24-cü sual y bərabərdir k bölü x funksiyasının qrafikidir. Qrafikdə eyni gücə malik olan işçilərin sayı ilə eyni bir işin yerinə yetirmə müddətləri arasında asılılıq verilib. 20 işçi həmin işi neçə günə yerinə yetirər? Deməli, zaman n plus 1 olanda işçilərin sayı 10 olur. Zaman n plus 7 olanda işçilərin sayı n olur. Yəni, zamanı artırdıqda işçilərin sayını azaldır. Yəni, bu tərs mütənasib asılıdır. İşçilərin sayı ilə zamanın sayı tərs asılıdır. Yəni, burada funksiyanın k-sı olacaq yx şəklində. Onda x-in qiyməti n plus 1 olanda funksiyanın qiyməti olacaq 10. Yəni, ümumi işçilərin sayını tapmaq üçün zamanı vuracam saya. Onda 10 vurulsun n plus 1 olacaq k-sı. İkincidə də k olacaq. Eyni bir funksiya olduğuna görə k-ları bir-birinə bərabər eləyəcəm. N vurulsun n plus 7. Deməli, k-ları bir-birinə bərabər eləsəm, n vurulsun n plus 7 bərabərdir 10 vurulsun n plus 1-ə. N-in kvadratı plus 7n bərabərdir 10n plus 10-a. N-in kvadratı 7n 10n çıxanda eləyəcək mənfi 3n minus 10 bərabərdir 0. Demək, bu funksiyanın kvadrat tənliyin həlləri n1 bərabər olacaq. n2 yazsam, vuranda mənfi 10 eləsin, toplayanda müsbət 3 eləsin. Bu da mənfi 2 ilə müsbət 5-dir. Və burada n mənfi ola bilməz, çünki saydır. N müsbət 5 oldusa, yazacağım ki, zaman n plus 1-dir. Yəni, zaman n plus 1, yəni 5 plus 1, 6. Zaman 6 olanda işçilərin sayı olur 10. Bəs zaman x olanda işçilərin sayı da olacaq 20. Tərs mütənasib asılılıq olduğuna görə mən bunları qarşı-qarşıya vuracam. 20 vurulsun x bərabər olacaq 6 vurulsun 10-a. 60-ı 20-yə böləndə o da eləyəcək 3. Yəni 20 işçi həmin işi 3 günə yerinə yetirər. 25-ci sual deyir ki, A parametrinin neçə tam qiymətində funksiyasının qrafiki ordinat oxunun mənfi hissədə kəsir. Ordinat oxunun mənfi hissədə kəsir nə deməkdir? İlk öncə bu funksiyanın qrafikinə baxaq. Ax plus, demək kx plus b formasındadır. Yəni, xətti funksiyadır. Və funksiyanın qrafiki ordinat oxunun mənfi hissədə kəsirsə, onda funksiyanın b-si mənfidir. Deməli, funksiyanın b-sini mənfi götürəcəm. 3a kvadratı minus 14a kiçikdir 0-dan. Daha sonra bunu həll eləsəm, a-nı mötərizənin xaricinə çıxarsam 3a minus 14 kiçikdir 0-dan. Burada a-sı bir dəfə olacaq 0, bir dəfə də 14 bölünsün 3. 14-ü 3-ə böləndə də 3, 4 vur 3, 12, burada da 2. 4-dan 3-də 2. 4-dan 3-də 2-dən böyük ədəd qoyanda müsbət, burada mənfi, burada da olacaq müsbət və məndən mənfi aralıq istəyir. Olacaq 0 ilə 4-dan 3-də 2 arasında. Bizdən də A parametrinin neçə tam qiyməti deyir. Tam qiymətlər olacaq 1, 2, 3 və 4. Deməli, 4 dənə tam qiymətində mənfi hissədə
kəsəcək. 26-cı sualda sabit funksiyanı soruşur. Bayaq qeyd elədiyim düsturdur. Burada m-i böləcəm 4-ə, bərabər olacaq 9 bölünsün m-ə. Çarpaz vursam m-in kvadratı bərabərdir 36. M bir dəfə müsbət 6 olacaq, bir dəfə də mənfi 6 olacaq. Və sualın şərtində məndən m-in hansı müsbət qiymətini soruşur. Müsbət dediyinə görə müsbət 6 qiymətini götürəcəm. 27-ci sualda düz xətlər üçün uyğunluğu müəyyən edin. Demək, birinci düz xəttimiz 2x plus 3y bərabərdir 5-dir. 3y bərabərdir mənfi 2x plus 5-ə. Hər tərəfi 3-ə bölsəm, y bərabər olacaq mənfi 3-də 2x üzərinə gəlsin 5 bölünsün 3-ə. Koordinat başlanğıcından keçir, xeyr keçmir. Bucaq əmsalı mənfi 1,5-dir, xeyr mənfi 1,5 deyil. C variantında qrafiki 1,1 nöqtəsindən keçir. Yəni x-in yerinə 1 qoyanda funksiyanın qiyməti də 1 olur. X-in yerinə 1 qoysaq 5-də 3-dən 3-də 2-ni çıxsam, bəli, C variantı ödəyir. 1-ə gəlir C variantı. Daha sonra İkinciyə baxaq. İkincidə 3x plus 3y bərabərdir mənfi 1-dir. Buradan 3y bərabərdir mənfi 3x minus 1-ə. Hər tərəfi 3-ə bölsəm, y bərabər olacaq mənfi x minus 3-də 1-ə. Funksiyanın demək, qrafik koordinat başlanğıcından keçmir. Bucaq əmsalı 1,5 deyil. D variantına baxaq. D variantında deyir ki, apsis oxunu müsbət istiqamətindən 135 dərəcə bucaq əmələ gətirir. Bəli. Yəni K nədir burada? Tangens alfadır. Bu da bərabərdir mənfi 1-ə. Tangens alfanın mənfi 1-də mənfi 1-i alır 135 dərəcədə. Yəni alfa 135 dərəcədir. 2-yə uyğun gəlir D variantı. Daha sonra qrafiki mənfi 1, 3-də 2 nöqtəsindən keçir. Mənfi 1 qoyanda bəli, funksiyanın qiyməti olur 3-də 2. Yəni 2-yə uyğun gəlir D-yə. Üçüncüyə baxaq. 3x plus 2y. Buradan y bərabər olacaq mənfi 3 bölünsün 2x-a. Funksiyanın k-sı mənfi 1,5-dir. 3-ə gəlir B variantı. Koordinat başlanğıcından keçir bir də. 3-ə gəlir BA. Daha sonra 28-ci sualda K-sı 0-dan böyükdür, B-si 0-dan böyükdür. Funksiyanın qrafiki birinci, üçüncü cüblərdən keçir. Sonra birincisində K 0-dan böyük, B 0-dan böyükdür. Demək, K 0-dan böyükdür, deməli birinci, üçüncü cüblərdən keçir. B 0-dan böyükdür, deməli ordinat oxunu, funksiyanın qrafiki ordinat oxunu müsbət hissədə kəsir. Ona görə birinciyə uyğun gələcək B variantı. İkincidə K 0-dan kiçik, B 0-dan kiçikdir. K 0-dan kiçikdirsə ikinci, dördüncü cüblərdən keçir. B mənfi olduğuna görə ordinat oxunu mənfi hissədə kəsəcək qrafik. Ona görə 2-yə gəlir D variantı. Həmçinin K-nın mənfi olduğunu bilirəm. K mənfi olanda apsis oxunu müsbət istiqaməti ilə körbucaq əmələ gətirəcək. 2-yə uyğun gələcək Y. Üçüncü sualda K1, B0-dırsa, onda birinci və üçüncü cüblərin tən böləni olur. 3-ə gəlir A variantı. 29-cu sualda demək, yenə həmin sual tipindəndir. Kx plus B funksiyası üçün uyğunluğu müəyyən et. K 0-dan böyük, B 0-dan K 0-dan kiçik, B 0-dan böyük. Demək, B 0-dan böyükdürsə, funksiyanın qrafiki ordinat oxunu müsbət hissədən kəsəcək. Daha sonra K-sı da mənfi olduğuna görə funksiyanın qrafiki ikinci, dördüncü cüblərdən keçəcək. Ona görə 1-ə uyğun gəlir C variantı. İkincidə K 0-dan böyük, B 0-dan kiçikdir. K 0-dan böyükdürsə, apsis oxunu müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Y düzdür, 2-yə uyğun gəlir. Daha sonra həmçinin K 0-dan böyükdürsə, birinci, üçüncü cüblərdən keçir. B mənfi hissədən kəsir. B-si mənfidir, deməli funksiyanın qrafiki ordinatı mənfidə kəsir. Ona görə 2-yə həm də A variantı gedər. 3-də K mənfi 1-dir, B 0-dır. K mənfi 1-dir, B də 0-dır. K mənfi olduğuna görə artıq 2 və 4-cü cüblərin tən böləni olacaq. 3-ə də gəlir B. 30-cu sualda
Havuzu doldurmaq üçün istifadə edilən A kranından boşaltmaq üçün B kranından istifadə olunur. Hər iki kranı eyni zamanda açsam 8 saat açıq qalır. Həcmi 50 metr kub olan hovuzun neçə hissəsi su ilə, neçə faizi su ilə dolar? Aha, birinci buradan hər bir funksiya həm A kranlı olan funksiya, həm də B kranı olan, bunların düsturu koordinat başlanğıcından keçən bir funksiyadır. Yəni düz mütənasib asılılıqdır. Kx-dır. Demək, buradan A üçün, A kranı üçün K-nı tapsam, K bərabər olacaq. Demək, Y bölünsün X-a. Onda Y-i A kranı üçün yazıram. 18-i böləcəm 2-yə. Bunun K-sı olacaq 9. Sonra B üçün tapsam, K bərabər olacaq yenə Y bölünsün X-a. Onda bu da eləyəcək 15 bölünsün 3. Bunun K-sı eləyəcək 5. Deməli, bizə deyir ki, A kranı doldurur, B boşalır. A kranı doldurub B kranının boşaldığı üçün mən gətirib bunların hamısını funksiyada yerinə qoysam, olacaq Y bərabərdir 9x funksiyası, Y bərabərdir 5x funksiyası. Və A kranı doldurub B kranı boşaltdığı üçün 9x-dan 5x-i çıxacaq. Bu da eləyəcək 4x. 4x nədir? 1 saatda hovuzun dolan hissəsidir. İndi bu 4 saat, 8 saat açıq qalsa neçə olacaq? 4 vur 8, 32. Deməli, hovuzun 32 metr kubu dolur. Onda 32 metr kub 50-nin neçə faizidir? Bunu tapmalıyam. Bu da eləyir 64%. 31-də funksiyasının qrafiki yalnız birinci və ikinci cüblərdən keçsin. Belə bir funksiya olacaq bu da. Və bu necə funksiyadır? Təbii ki, sabit funksiyadır. X oxuna paralel bir funksiyadır. Yəni, Y bərabərdir, tutaq ki, bir S funksiyasına. Deməli, Y bərabərdir S funksiyasında X olmur. X olmadığına görə X-in əmsalını 0-a bərabər eləyirəm. A kvadrat çıxılsın 10A, üstə gəl 16, bərabərdir 0. Bunun da kökləri təbii ki, 2 ilə 8-də. Vuranda 16 eləyir, toplayanda 10. Daha sonra həmçinin bunun K-sı da 0-dan, daha doğrusu 9 minus A-nın kvadratı B-dir. Funksiyada B-si onun ordinat oxu ilə kəsişmə nöqtəsidir. Funksiyada ordinat oxu ilə müsbət hissədə kəsişib. Deməli, 9 minus A-nın kvadratı 0-dan böyük olmalıdır. A kvadratı çıxılsın 9, kiçikdir 0-dan. A minus 3, A plus 3, kiçik 0-dan intervallasam, mənfi 3, müsbət 3, mənfi, demək, müsbət, mənfi, müsbət. Bunun həlli olacaq mənfi 3, müsbət 3 arasında. İndi bu iki həlləri kəsişdirsəm, mənfi 3, 2, 3, 8. Demək, mənfi 3-dən 3-ə qədər, sonra bir də 2, 8 aralığa. Bu aralığa da uyğun gələn kök 2-dir. Deməli, A-nın 2 qiymətində. 32-ci sualda da deyir, 3-cü, 4-cü rüblərdəki yerləşsin. 3-cü, 4-cü rüblə yerləşirsə, A kvadrat çıxılsın 16. Yəni, bunun B-si mənfi olacaq. Çünki ordinat oxu ilə funksiya aşağıda, yəni x-dan aşağıda mənfi hissədə kəsişib. Onda A kvadrat çıxılsın 16, kiçikdir 0-dan. Bu da eləyəcək, A daxil olacaq burada. Mənfi 4 ilə müsbət 4-ün arasına. Sonra və 3-cü, 4-cü rüblərdə yerləşir. 3-cü, 4-cü rüblərdə yerləşməkdə belə bir funksiyanın qrafikidir. Y bərabərdir, yenə S funksiyasıdır. Sabit funksiyadır. Sabit funksiyada x olmadığına görə x-in əmsalını K-nı 0-a bərabər eləyirəm. Çıxılsın 8A, üstə gəl 15, bərabər 0. Buradan da A 3-dür, bir də 5-dür. Hər iki A-nın qiymətlərini kəsişdirsəm, alınan cavab olacaq 3. 33-cü sualda xətti funksiyasının qrafikinə əsasən n parametrinin ala biləcəyi qiymətlərin cəmini tapılır. Demək, funksiyanın qrafikinə nəzər yetirsək, görəcəyik ki, funksiyanın qrafiki ordinat oxu ilə x-dan yuxarıda, yəni müsbət hissədə kəsişib. Bu da o deməkdir ki, funksiyanın B-si 0-dan böyükdür. Eyni zamanda funksiyanın qrafiki 1-ci və 3-cü rüblərdə yerləşir. Buna görə funksiyanın K-sı da 0-dan böyük olmalıdır. O zaman K-sı 4m minus m-in kvadratı üstə gəl 12 0-dan böyük olmalıdır.
Hər tərəfi mənfiyə vursam, mənfi demək m-in kvadratı olacaq müsbət m-in kvadratı. Çıx 4m, çıx 12 kiçikdir 0-dan. Bunu həll eləsəm, vuruqları olacaq. Vuranda mənfi 12, toplayanda müsbət 4. Bu da müsbət 6, mənfi 2-dir. M plus 2, M minus 6. İntervallasam, mənfi 2, 6. 6-dan böyük ədəd qoysam m-in yerinə müsbət, burada mənfi, burada müsbət. Mənə də 0-dan kiçiklər, yəni mənfilər lazımdır. Cavab eləyəcək bunun mənfi 2, 6. Digər bərabərsizliyə keçək. B-si 0-dan böyük olmalıdır. B-si 10m, çıxılsın m-in kvadratı, çıxılsın 6, böyükdür 0-dan. Demək, hər tərəfi mənfiyə vursam, m kvadrat çıx 10m, üstə gəl 16, kiçikdir 0-dan. Vuruqları ayırsam, vuranda mənfi 16, toplayanda müsbət 10. Bu da müsbət 2 ilə 8-dir. İntervallasam, müsbət 2, müsbət 8. 8-dən böyük qoyanda müsbət. 2-8 aralığında olsa mənfi, burada olacaq müsbət. Mənə də mənfi aralıq lazımdır. Cavab eləyəcək 2, 8. İndi aldığım hər iki aralığı kəsişdirməliyəm. Yenə ədəd oxunu çəkirəm. Kökləri qeyd eləyirəm. Mənfi 2, müsbət 2, 6 və 8. Deməli, birincinin həlli mənfi 2-dən 6-ya qədər aralıqdır. Mənfi 2, 6 arası. İkinci bərabərsizliyin həlli də 2-dən 8-ə qədərdir. Harada kəsişdi? 2-dən 6-ya qədər olan aralıqda. Yəni, bu m parametrinin ala biləcəyi qiymətlər 3-dür. 4-dür, 5-dir. Bizdən də bunların cəmini istəyirdi. Cavab oldu 12. 34-cü sualda xətti funksiyasıdır fx. Onda yazacağım ki, fx bərabərdir kx plus b. Xətti funksiyanın düsturunu yazdım. Deyir ki, bu olarsa f5-i hesabla. Deməli, f3x minus 5 nə deməkdir? X-ın yerinə gətirib 3x minus 5 qoyacağım bu tənlikdə. Onda olacaq f3x minus 5-in yerinə yazsam, olacaq k vurulsun 3x minus 5 üstə gəl b. Üstünə gəlinsin 2x plus 3-də də x-in yerinə 2x plus 3 qoyacağım. K vurulsun 2x plus 3. Bərabər olmalıdır 15x plus 12-yə. Demək, vurub açsam 3kx minus 5k üstə gəl b, üstə gəl 2kx. Üstə gəl 3k. Bərabər olur 15x plus 12-yə. 3kx ilə 2kx-i toplasam 5kx. Mənfi 5k üstə gəl 3k. Mənfi 2k. Üstünə gəlinsin b ilə də b-ni toplasam eləyəcək 2b. Bərabər olur 15x plus 12-yə. Demək, buradan x-ların əmsalları bərabər olmalıdır, b-lər bərabər olmalıdır. Yəni, 5k-nı bərabər eləməliyəm 15-ə. 5k bərabərdir 15. K da bərabər olacaq 3-ə. Daha sonra mənfi 2k üstə gəlinsin 2b bərabər olmalıdır 12-yə. K-nın yerinə 3 qoysam, mənfi 6 üstə gəlinsin 2b bərabər olmalıdır 12-yə. Onda b də bərabər olacaq 9-a. B-ni tapdım, K-nı tapdım. Deməli, funksiyanın qrafiki olacaq fx bərabərdir 3x üstə gəlinsin 9 formasında. Məndən istədiyi cavab da f5-dir. F5-i tapanda x-in yerinə 5 qoyacağım. 3 vur 5 üstə gəl 9. 15-in üzərinə 9 gələndə cavab eləyəcək 24. Sonuncu suala baxaq. 35-ə deyir, L1 və L2 düz xətləri qarşılıqlı perpendikulyardır. L1 və L2 hər ikisi ayrı-ayrılıqda funksiyadır. Onda birinə yazaram y bərabərdir k1x üstə gəlinsin b1. Birinə də yazaram y bərabərdir k2x üstə gəlinsin b2. Və funksiyaların qrafikləri qarşılıqlı perpendikulyardırsa, yadda saxlamalıyıq ki, o zaman bucaq əmsallarının hasili mənfi 1-ə bərabər olmalıdır. K1 vur K2 bərabər olmalıdır mənfi 1-ə. Daha sonra A4 nöqtəsi verilib və demək A4 nöqtəsi. Bir də funksiyada x-in yerinə mənfi 2 qoyanda y-in qiyməti olur 0. Bunlardan istifadə edəcəm. Bunları gətirib birincidə yerinə yazsam,
4 vurulsun K1 üstə gəlinsin B1 bərabər olmalıdır 4-ə. X-in yerinə -2 qoysam, -2K1 üstə gəlinsin B1 bərabər olmalıdır 0-a. Tərəf-tərəfə çıxsam, 6K1 bərabər olacaq 4-ə. K1 bərabər olacaq 3-də 2-yə. K1 3-də 2-dirsə, demişdik ki, hasillər -1 olmalıdır. Çünki qarşılıqlı perpendikulyardır. 3-də 2 vurulsun K2 bərabər olmalıdır 1-ə. -1-ə. Onda K2 də bərabər olacaq -3/2-yə. Bunu tapdıq. İndi keçək B2-ni tapaq. Demək, B-ni tapanda da gətirib 4, 4 nöqtəsini burada yerinə qoysam, K2-nin qiyməti -3/2-dir, vurulsun 4, üstə gəlsin B2, bərabər olmalıdır 4-ə. Demək, bunlar gedəcək 2, 2-ni 3 vuranda -6, bunu da atsam 4-ün yanına eləyəcək 10. Deməli, B2 də oldu 10. Məndən L2 düz xəttinin tənliyini istəyirdi. Bu da eləyəcək Y bərabərdir. -2-də 3x üstə gəlinsin 10. Cavab oldu bu.